vaxtınız xeyir olsun bəzi ekran əziz və dəyərli YouTube izləyiciləri. Necəsiniz? İnşallah ki, hər biriniz yaxşısınız. Bugün sizlərə video formatında dəvətnamə hazırlama qaydasını göstərəcəm. Heç bir pul xərcləmədən, heç kimsəyə müraciət etmədən evdə özünüz, öz telefonunuzla bu işi özünüz edə bilərsiniz. Bunun üçün tək etməli olduğunuz videoyu sonucan izləməyiniz olacaq. Videoya keçməzdən öncə isə sizdən kiçik bir xahişim var. Videolarımızı bəyənməyi, həmçinin də şərh bildirməyi unutmayın. Sizlər də videolarımızı izləyərək şərh bölməsində hansı videoları bizdən istəyirsinizsə, onu qeyd edə bilərsiniz və ya hansı videoların çəkilməsini istəyirsinizsə, onları qeyd edə bilərsiniz. Həmçinin də fikirlərinizi və şərhlərinizi bizimlə bölüşə bilərsiniz şərh bölməsində. Belə keçək videoya. Bunun üçün bizə ümumiyyətlə dəvətnamə hazırlaması üçün Play Store-dan müxtəlif dəvətnamə hazırlamaq proqramları mövcuddur. Amma onlar da o qədər də keyfiyyətli alınmır. Mən sizə bu proqramı təklif edə bilərəm. Canva proqramıdır. Burada sadəcə dəvətnamələr deyil, müxtəlif növ sənədlərin, sertifikatların və s. hazırlanması mümkündür. Hər növ təqdimatları burada hazırlaya bilərsiniz. Sənədləri, sertifikatları sadəcə adlarını dəyişməklə hazırlaya bilərsiniz. Biz burada əsas səhifəyə daxil oluruq və burada şablon axtarırıq. Şablon nə şablonu axtaracağıq? Əlbəttə ki, dəvətnamə. Burada axtarış bölməsinə yazırıq ki, dəvətnamə. Baxın, toy dəvətnamələri. Burada video formatında olanlar da var. Görürsünüz və adi formatda olanlar da var. Burada həmçinin xına dəvətnamələrdə ad günü və s. onların hər birini mən sizə göstərəcəm. Burada istədiyiniz dizaynı seçə bilirsiniz. Çoxlu dizayn görürsünüz ki, yəni istədiyiniz dizaynda seçib sadəcə olaraq adlarını dəyişməklə, yəni orada olan məlumatların belə deyək də öz məlumatlarınızla yerlərini dəyişməklə gözəl dəvətnamələr hazırlamış olursunuz. Baxın, burada uşaqlar üçün də var. Bunlar şəkil formatında olanlardır deyəsən. Bəli, bunlar şəkil formatında olanlardır. Gəlin sizə elə bunu göstərim. Şəkil formatındadır bu. Yəni video formatında deyil. Video formatında olanları da göstərəcəm. Hətta ora musiqi də əlavə etmək olacaq. Şəkil formatında da belə məsələn üçün biz bunu bu dəvətnamədən xoşumuz gəldi bu şablondan. Biz burada adları necə dəyişəcəyik? Məsələn, burada Daniel yazılıb ad bölməsində. Mən bura basıram belə və burada adı dəyişirəm. Məsələn üçün Elnurə qoyuram məsələn və məsələn Məhəmməd. Baxın, burada ələr biraz fərqli görsəndi. Bunun şriftin dəyişməklə, rəngin dəyişməkdə olur, şriftin dəyişməkdə olur. Yəni hər növ etmək olur. Baxın, burada rəng bölmələri var. Baxın, burada mətn üslubları. Siz bunun böyüklüyünü, kiçikliyini, məsələn bu yazı, bu yazının mətn şrift bunun şriftidir, yəni yazı formasıdır. Baxın, sadəcə bu yazını götürürəm. Şrift bunun yazı formasıdır. Yəni şriftlərini dəyişə bilərsiniz, yazı formalarını belə deyək də dəyişə bilərsiniz. Mətn üslubları dedikdə bunun böyüklüyü, balacalığı nəzərdə tutulur. Yəni belə çox balaca istəyirsinizsə, belə sadə və ya çox böyük istəyirsinizsə, məsələn belə bir şeylər yaza bilərsiniz. Yəni belə. Sadəcə olaraq göstərirəm. Şriftlərin ölçüsü lap böyük və ya kiçik edə bilərsiniz. Yəni istədiyiniz kimi. Rəngi seçə bilərsiniz, şriftlərin rəngi. Yəni istədiyiniz rəngi belə deyək də hazır olaraq qoya bilərsiniz. Baxın belə. Sadəcə olaraq bura elə bu yarpaq tonları yaraşır rəng olaraq. Gəlin dəyişək. Format məsələn belə edə bilərsiniz üzərindən belə. Düzdür, bu formatların heç biri buna uyğun gəlmir, çünki bu dəvətnamədir. Buraya ilə sadə bir format daha gözəl görsənir deyə düşünürük. Yəni bunun üzərindən xətt və ya altından xətt çəkmək lazımsızdır. Sadəcə sənəd işlərində bu lazım olur bəzən. Geniş burada seçimlər var. Hərflər arası məsafə var, sətr aralığı var, format və s. var. İstəsəniz bunları da seçə bilirsiniz. Effektlər var. Yazının üzünə effekt verə bilirsiniz. Baxın belə. Hər bir yazıya bunu tək-tək edə bilirsiniz. Mənim məsələn bu effektdən daha çox xoşum gəldi. Belə sadə də buraxa bilərsiniz. Belə adi sadə bir effektdən də istifadə edə bilərsiniz. Hətta belə bir effekt verdik biz buna. Gəlin burada dəyişək. Məsələn üçün yazaq. Məsələn hər hansısa bir şadlıq sarayının adını yazır. Şadlıq sarayı yazaq. Yəni belə bir şadlıq sarayıdır. Məsələn bunun biz 24'dür məsələn burada. Biz bunu edə bilərik 2025 və burada məsələn üçün çərşənbə. Məsələn ayın 14'üdür. Edə bilərik ayın 30'u. Dekabr ayı yazılıb məsələn burada biz oktyabr yaza bilərik. Saatı da məsələn burada qeyd edirik. Biz yaza bilərik məsələn belə. 17:00 dəqiqə bilmirəm toylar nə vaxt başlayır, amma bu saatı qeyd etdik belə. Məsələn baxın biz burada belə bir
yəni yazdıq. Belə bir şeylər etdik. Yenə deyirəm, burada formatları dəyişə bilərsiniz. Yəni hər cür edə bilərsiniz. Rəngini dəyişə bilərsiniz. Yəni hər şeyi əlavə edə və yaxud da çıxa bilərsiniz. Məsələn, mən burada bu şrifti bəyənmədim, çünki burada əylər çox da qəşəng qalmadı. Bu şrift də var, belə bir şrift də var, belə bir şrift də var, belə bir şrift də var. Məsələn, mən ən çox bu şrifti bəyəndim. Əylər daha gözəl görsəndi bu şriftdə. Və bu şrift ola bilər. Bəli, bəli, bu şrift daha gözəldir. Aha, belə. Belə. Hətta bu şrift olsun elə bundan. Burada daha gözəl görsəndi. Aha, belə. Olanda daha gözəl görsəndi. Məsələn, bu yazını da dəyişə bilərsiniz. Sizi görməkdən məmnun olarıq deyə belə bir yazı yaza bilərsiniz. Ürək işarələri də qoya bilərsiniz. Belə bir, yəni fərqli bir şey. Baxın, belə bir dəvətnamə hazırlaya bilərsiniz. Burada həmçinin yarpaqların da yerlərini dəyişə bilərsiniz. Baxın, belə yarpaqlar var. Hətta çıxarda bilərsiniz. Yenə yerini dəyişə bilərsiniz. Və ya belə deyək də, baxın, bu qıraqda edilən dekorlar var. Hansı ki, bu dekorların da yerlərini dəyişmək və ya böyütmək, kiçik etmək də mümkündür. Yəni, belə bir hazır oldu bizim belə bir dəvətnaməmiz. Yəni artıq bu dəvətnamə hazırdır və biz bunu artıq yükləyə bilərik telefonumuza. Baxın, bu yuxarıda gördüyünüz yükləmə işarətinə basıb şəkil kimi yadda saxlayıb və dizaynı yadda saxlayırıq. Yəni bu artıq yadda saxlanıldıqdan sonra daxil olacaq bizim qalereyamıza və biz bunu qohumlarımıza ata bilərik dəvətnamə şəklində və hətta çap edib dəvətnamə şəklində paylaşa bilərik. Yəni bu sizə daha ucuz başa gələcək bir şey olacaq. İstədiyiniz belə deyək də dekorda və s. olacaq. Bu belə. Keçid edirik yenidən Canva proqramına və burada yarada basırıq. Toy dəvətnamələrini video şəklində, video formatında hazırlama qaydasını sizə təqdim edəcəm. Baxın, bunlar hər biri video formatında olanlardır. Çox gözəl. Yəni istədiyiniz dizaynı həm yarada bilirsiniz, həmçinin də burada olan şablon dizaynlardan, yəni istədiyiniz növü özünüz öz adınıza uyğun, öz məlumatlarınızı qeyd etməklə özünküləşdirə bilirsiniz, belə deyim. Çox gözəl burada dəvətnamələr mövcuddur. İstədiyiniz belə deyək də seçib, yəni istədiyinizi seçib, yəni İstəyinizə uyğun belə deyək də dəyişə bilirsiniz. Dəyişmə qaydasını sizə göstərəcəm. Həmçinin xına dəvətnamələri də olur, uşaq ad günü və s. bu kimi də olur. Məsələn, mənim xoşuma gəldi. Bu çox gözəldir. Baxın, əgər şəkil və s. istəmirsinizsə, belə bir dizayn istəyirsinizsə çox gözəldir. Və yaxud belə bir dizayn çox gözəldir. Belə bir dizayn çox gözəldir. Video formatındaydı bu da. Yəni müxtəlif dizaynlar mövcuddur, belə deyək. Və ya bu. Məsələn bu. Belə deyək də, hər kəsin axtara bildiyi, yəni belə deyək, çox gözəl, sadə bir dizayndır. Gəlin indi biz bunu dəyişək. Məsələn, burada, baxın, burada, məsələn, biz bunu silirik. Bu bizə ehtiyacımız yoxdur, məsələn üçün. Məsələn, burada belə bir dizayn var. Bunu biraz belə edə bilərik, dəyişə bilərik. Burada belə bir şey var. Bu elə burada beləcə qalsın. Burada belə dəyişə bilər. Hətta siz bunları silə də bilərsiniz. Baxın, burada silmə işləminə basıb, yəni silə də bilərsiniz. Yəni sizə çox gələn dizaynlar və ya çox sadə istəyirsinizsə, məsələn, bunu silə bilərsiniz. Məsələn, bunu silə bilərsiniz. Belə çox sadə bir şəkildə də saxlaya bilərsiniz. Yəni istədiyinizi silib, istədiyinizin yerini dəyişə bilərsiniz. Məsələn, bunu burada belə edə bilərsiniz. Məsələn, bunları gətirib, baxın,
yerlərini yəni çox gözəl bir şəkildə. Belə dəyişdik məsələn. Məsələn, indi biz burada şrift seçirik. Şrift bu şriftdə qeyd edilib. Məsələn, belə bir şriftlər seçirik. Məsələn, bu şrift çox gözəldir. Baxın, belə bir şrift seçdik. Baxın, belə dəyişə bilərik. Sadəcə biraz daha məsələn kiçik ölçü istəyirəmsə, biraz da kiçildirəm. Yəni belə bir şrift seçdim və bunları böyük ölçü istəyirəmsə, biraz da böyüdə bilərəm. Daha kiçik istəyirəmsə, kiçildə bilərəm. Baxın, belə bir şeylər. Bunu da biraz bu tərəfə gətirim. Aha, belə bir şeylər edə bilərik. Şrifti yenə məsələn dəyişə bilərik. Fərqli şriftlər burada mövcuddur. Həmin şriftləri də edə bilərsiniz. Məsələn, burada yazını yazıb, məsələn, Samirə və İlkin. Bunu belə edib mətnin şriftini dəyişib. Baxın, burada görürsünüz belə bir şriftlər, bunu belə yaza bildik. Çünki burada başqa şrift olduqda bəzən görürsünüz ki, bu yaxşı durmur. Yəni belə dəyişə bilərsiniz. Baxın, belə. Və həmçinin digər məlumatları da dəyişə bilərik. Məsələn üçün burada noyabr yazaq. Aha, 2025. Belə. Məsələn, cümə. Düzdür, bilmirəm, noyabrın 25-i, daha doğrusu 12-si cümə gününə düşmür, bilmirəm onu. Sadəcə olaraq yazdım mən sizin üçün belə. Məsələn, burada əlaqə nömrəsi qeyd olunub, bu məncə ehtiyac yoxdur. Silə bilərik. Şahlıq sarayın adıdır, məsələn üçün dəyişə bilərsiniz. Buradakı, yəni digər məlumatlar qeyd edə bilərsiniz. Yəni özünüzə uyğun ya silə bilərsiniz, ya da ki qeyd edə bilərsiniz. Belə sadə bir dəvətnamə hazırladıq məsələn üçün. Və buradan tətbiqlər daxil olub, tətbiqlərə audio seçə bilərsiniz. Burada belə audiolər var. Məncə burada özünüz audio seçə bilirsiniz. Baxın, burada audiolərim var. Məsələn, istəyirik ki, bu audio olsun. Səsi çoxaldıb azaldıra bilirsiniz. Və belə. Biz baxaq görək, məsələn, biz bunu necə etmişik. İndiririk. Video şəklində indiririk. Elnura Məhəmməd, baxın görürsünüz. Belə bir kartuşka şəklində hazırladıq. Bu da mövcuddur və belə bir şəkildə də hazırladıq. Video formatında. Bunun təbii ki, biraz daha yaxşı görünüş olmasını istəyirsinizsə, keyfiyyəti artıra bilərsiniz orada. Yüklənən zaman, endirdiyiniz zaman keyfiyyəti premium keyfiyyətə qaldıra bilərsiniz. Təbii ki, bu premium keyfiyyətli olması üçün sizə biraz pul tələb edə bilər. Keyfiyyəti çünki ən aşağı keyfiyyətdədir burada. Yəni piksel bildikdə görürsünüz, keyfiyyəti artırmaq olmur burada. Sadəcə olaraq MP4 şəklində belə saxlaya bilirsiniz, video şəklində, həmçinin də PDF şəklində və şəkil şəklində də paylaşıb, yəni saxlaya bilərsiniz. Amma keyfiyyəti artırmaq mümkün deyil, çünki keyfiyyəti artırmaq üçün premium, yəni Canva-nın premiumundan istifadə etməyiniz lazımdır ki, siz burada yəni yüksək keyfiyyətli verəcəkdə nəsə burada şeydəsiniz. Yəni belə. Videonu bura qədər izləyən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Əgər sən də videonu bura qədər izlədiysən və video sənin üçün də faydalı oldusa, kanala abunə olmağı və həmçinin də videonu bəyənməyi unutmayın. Şərh bölməsində isə fikirlərinizi də mənimlə bölüşməyi unutmayın. Hələlik.